bu dünyaya səncə niyə gəlmisən? Niyə varsan? Nə üçün bu qədər əziyyətlərə, ağrılara, çətinliklərə dözürsən? Bəs bu qədər nizam, müxtəlif canlılar, bitkilər, qalaktikalar, mikro və makro aləmlər, bütün bunların hamısı səncə niyə var? Niyə yaradılıb? Düşün. Hara gedirsən? Buradakı vəzifən nədir? Sadəcə iş, ev, ailə sahibi olmaqmı? Əlbəttə ki, xeyr. Bu qədər sadə ola bilməz. Bu qədər bəsit ola bilməz axı. Sonda torpağa qarışıb yox olacaqsa, bütün bunların zərrə qədər bir mənası, zərrə qədər bir dəyəri qalmır. Düşün. Bir heç üçünmü yaşayırsan? Öldüyün zaman bütün sahib olduğun şeylər əlindən çıxacaqsa, bütün sevdiklərini itirəcəksənsə, bəs bu qədər əziyyəti niyə çəkirsən? Bu qədər izdiraba niyə qatlanırsan axı? Sadəcə anlıq olaraq yaşayıb, sevib sevilib, daha sonra da o sevdiyin şeyləri itirməyin acısını dadmaq üçünmü? Düşün. Ölüm həqiqətini unutma. Heç ölməyəcəksənmiş kimi yaşama. Mütləqdir ki, ölüm hamımızın qapısını döyəcək və bir gün hamımız öləcəyik. Bəli, hamımız. Sən də öləcəksən. Hamı kimi sən də o geri dönüşü olmayan, kimsəsiz, soyuq, qara torpağın altına gedəcəksən. Və sonra? Yoxsa sən heç sonrasını düşünmədinmi? Nə qədər ki gec deyil, düşün.